Tanış olun dünyanın ən böyük çiçeği. Amma ən böyük çiçeği olması onu yaxşı qoxuya sahib olmasına gətirib çıxarmır. Doğrudan dünyanın ən pis iyinə sahibdir. Bəli qızlar, ölçü hər zaman keyfiyyət demək deyil. Doğrudan zarafat etmirəm. Bu gülün çox iyrənc bir qoxusu var. Maraqlısı odur ki, bu gül 1 metr diametrə və 7 kilo çəkiyə sahibdir. Və parazit güldür. Bəli, parazit güldür, çünki nə kökü var, nə budağı var, nə yarpağı var. Heç nəyi yoxdur. Sadəcə olaraq bu gül başqa bitkiyə yapışır, onun qanını soğurur. Qanını deyəndə təbii ki, mən onun nutriyentlərini, minerallarını və digər vitaminlərini nəzərdə tuturam. Hər bir şeyi soğurur və ondan qidalanır. Amma ən maraqlısı hələ bu deyil. Ən maraqlısı odur ki, güllərin həşəratlarla münasibəti hər zaman yaxşı olub. Çünki bu münasibətlərdən həm həşəratlar qazanır, həm də güllər. Güllər çünki onların məlumatlarını və toxumlarını ətrafa saçırlar həşəratlar. Həşəratlar da təbii ki, nektardan qidalanırlar. Amma bu gül çox toksikdir. Ətrafa dəhşətli dərəcədə çürümüş ət qoxusunu yayır və özünə doğru sırf milçələr çağırır. Milçələr təbii ki, oturur, ora öz sürfələrini yerləşdirir. Amma bu toksik münasibətdən milçəyə belə sağ çıxmır. Yəni heç bir qazancı olmur. Buradan yeganə qazancı əldə edən birbaşa olaraq bu güldür. Bu gül nəinki bu çürümüş ət iyini yayır, hətta həmən strukturu yaradır və həmin temperaturu formalaşdırır. Ən maraqlısı odur ki, uşaqlıqda hər birimizin baxdığı Pokemon cizgi filmində bu güldən ilhamlanaraq yaradılan bir Pokemon var idi. Vileplume. Adı da yeri gəlmişkən tərcümə olunanda pis iy və pis qoxu yayan bir bulud idi. Maraqlı Pokemondur. Uşaq vaxtı baxırdım, bəyənirdim, bilmirdim ki, belə iyrənc bir backgroundu var. Yəni demək istədiyim odur ki, ölçü hər zaman keyfiyyət demək deyil.